Hazırda xolesterin yüksəkliyi və statinlərlə əlaqəli fərqli təzadlı fikirlər səsləndirilir. Bu fikirlərin əksəriyyəti təəssüf ki, əsassızdır. Bugün mən həkim kardioloq Fuad Səmədov sizlərlə bu fikirlərin hansının əsaslı və əsassız olduğunu müzakirə edəcəyik. İddia 1. Yüksək xolesterin ürək-damar xəstəlikləri riskini artırır. Düzgündür. Xolesterinlərin bir neçə fərqli forması mövcuddur. Aşağı sıxılı xolesterin, yuxarı sıxılı xolesterin, triqliseridlər və s. Bunların içində aşağı sıxılı xolesterin ürək-damar xəstəlikləri riskini daha bariz şəkildə artırır. Bu həm infarktın, insultun və digər xəstəliklərin riskini artırdığı göstərilmişdir. Bu risk digər yanaşı faktorların varlığından asılı deyil, lakin şəkərli diabeti, təzyiq xəstəliyi, siqaret çəkən və digər yanaşı faktorlar olan xəstələrdə bu risk daha da yüksəlir. Eyni zamanda gənc insanlarda xolesterin yüksəkliyi ümumi ölüm ehtimalına da təsir edir. Bunlardan əlavə qoruyucu təsirə malik yuxarı sıxılı xolesterin aşağı olması və triqliseridlərin yüksək olması da ürək-damar xəstəlikləri riskini artırır. İddia 2. Xolesterindən zəngin qidaların qəbulu qanda xolesterin səviyyəsinin yüksəlməsinin əsas səbəbidir. Səhvdir. Uzun illər bu şəkildə düşünülsə də, son illər aparılmış tədqiqatlar göstərmişdir ki, qandakı xolesterinin əsas səbəbi, əsas təyin edici faktoru bizim genetik quruluşumuz və həyat tərzidir. Bildiyimiz kimi, qaraciyər qandakı xolesterin 80-85%-nin sintezini həyata keçirir və əgər xolesterindən zəngin qidalandığımız təqdirdə qaraciyər bu sintezi azaldır. Xolesterindən zəngin qidalar, ət, kərə yağı, yumurta və s. kimi qidaların qəbulu ilə əlaqəli daim suallar olunur. Bu qidaların qəbulu tövsiyə olunur, hətta vacibdir. Lakin xolesterindən zəngin qidaların yüksək kaloriya olduğu nəzərə aldığımızda bu qidaların qəbulu tövsiyə olunan miqdardan artıq olmamalıdır və trans yağlarla əlaqəli, margarinlərlə əlaqəli bildirmək istərdik ki, aşağı sıxılı xolesterini və ürək-damar xəstəlikləri riskini artırdığı üçün margarinlərin istifadəsi qətiyyən tövsiyə olunmur. İddia 3. Xolesterin yüksəkliyi yalnız artıq çəkili gənc kişilərin xəstəliyidir. Səhvdir. Artıq çəkili insanlarda xolesterinlər təbii ki, adətən daha yüksək olur. Lakin çəkinizin normal olması, hətta normadan az olması xolesterin nəticənizin də normal olacağı mənasına qətiyyən gəlmir. Hətta gənc insanlarda, uşaq yaşlarda belə ailəvi xolesterin problemləri ilə qarşılaşa bilirik. Qadınlarda da xolesterin yüksəkliyinə kifayət qədər tez-tez hallarda rast gəlinir. Nəticə etibarilə xolesterin yüksəkliyi həm kişilərdə, həm qadınlarda, həm arıq insanlarda, həm artıq çəkili insanlarda rast gəlinir. İddia 4. Xolesterin səviyyəsi çox yüksək olduqda ailə üzvləri də yoxlanılmalıdır. Doğrudur. Ailəvi xolesterin yüksəkliyinin fərqli formaları mövcuddur. Bunların bəzilərində hətta uşaq yaşlarından etibarən ürək-damar xəstəlikləri riski artır. Xolesterin səviyyəniz 190 mg/dl, hətta 250 mg/dl-dən yüksəkdirsə, bu təqdirdə ailə üzvlərinizin də yoxlanılması əhəmiyyətlidir. Xolesterinin uzun illər boyunca heç bir şikayətə səbəb olmaması, lakin erkən aşkarlandığı təqdirdə gələcək riskləri azaltmaq mümkün olduğu üçün ailə fərdlərinizin yoxlanılması vacibdir. İddia 5. Statin müalicəsindəki əsas məqsəd xolesterin səviyyəsinin azaldılması deyil. Doğrudur. Statinlər xolesterin müalicəsində istifadə olunan əsas dərman qruplarıdır. Bu dərmanlar dozadan asılı olaraq xolesterin səviyyənizi ilkin dəyərin 60%-nə qədər azaltmağa imkan verir. Bundan əlavə statinlər həm də gələcək ürək-damar xəstəlikləri riskini, hətta ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli şəkildə azalda bilir. Bu səbəbdən statin müalicəsində əsas məqsəd xolesterin səviyyənizin azaldılması yox, daha da vacibi ürək-damar xəstəlikləri riskinizin azaldılmasıdır. Yüksək riskli xəstələrdə xolesterin səviyyəsi aşağı olsa belə, statin təyin etdiyimiz halda, aşağı riskli xəstələrdə xolesterin səviyyəsi çox yüksək olmadığı müddətcə biz bu pasiyentlərə statin təyin etmirik. Video şərxa Eges şirkətinin sponsorluğu ilə baxdınız.